Əmrdə bax, hegemon, dünyaya zülm göstərən bir hökmdar. Gəldi o boyda nəhəng Allah düşmənini bir əmirçi qıldı. Firon lətif bir maddədə boğuldu suda. Su incə bir lətafət olsa da suda artıq içiləndə dərdir. İncə deyil, lətifdir su. Hə? Boğdu Firon. O boyda Əbrəhənin fillərini xırda. Əbabil quşları yerdilər, daş atdılar, öldürdülər. Bütün bunlarla Allah Teala deyir ki, Allah əgər istəsə nəhəng düşmənləri ən xırda şeylərlə məhv eləyər, amma lazım olsa dostunu bir hörümçək toru ilə qoruyar. Yəni heç kəs gücünə, qüdrətinə arxalanmasın. Əgər Allah bir şey istəyirsə, dostunu hörümçək toru ilə saxlayacaq, düşmənini də hələ əbabil quşları ilə, milçəklə filanla öldürəcək.